Hello everyone. Bugün bir vlog çekmeye karar verdim. Səhər durandan çəkə bilmədim çünki yadımdan çıxmışdı, indi yadıma düşdü. Uje hazırlaşmışam, gedirəm yağlı boya öyrənməyə, rəssamlığa. Mənim onsuz da qabiliyyətim var belə, amma heç vaxt yağlı boya ilə mən heç nə çəkməmişəm katan üzərində. Adətən skeçlər, belə kara kalem işlərim var. İndi bu dəfə yağlı boyanı yoxlamaq istədim. Gedirəm rəfiqəm, dünyanın ən gözəl rəssamı Aynurun yanına ki mənə öyrətsin. Sizlə də bu prosesi paylaşacağım. Getdik. Gedirəm, katanımı da almışam, boyalarım da buradadır. Let's go. Konumu tapmamışam, oturmuşam sahildə. Belə kalmamdan bir yerdə görək. Aynur konumu desə tapacağım. Əslində konum çox asan bir yerdə yerləşirmiş. Sahildə Spar Marketin arxa küçəsindəymiş. Sadəcə mən başa düşməmişəm, bütün sahili fırlanmağı seçmişəm. Buranın vibe'ını mən çox bəyəndim. Gəlib çatdım axır ki. Çox xoşbəxtəm. Çünki uzun müddətdir bunu eləmək istəyirdim və axır ki özümdə cəsarət tapdım və gəldim. İçəri girəndə bizi bu gözəl pianino qarşılayır. Daha sonra rəsmləri və kitablarla dolu bir hola daxil oluruq. Buranın abu-havası həqiqətən mənim çox xoşuma gəldi. Bu da mən, yəni incəsənət sadəcə özünü ifadə yox, həm də özünü dərk etmə üsuludur. Və burada mən o hissiyatı dərk elədim. Və buranın qapıları hamınıza açıqdır. Həqiqətən ürəyimdən gəldiyi üçün bölüşürəm. Biraz xəstəyəm, səsim pis gəlir, üzrlü sayın. Burası da balkonudur. Çox gözəldir, möhtəşəmdir. Başladıq artıq çəkməyə. Görək nə yaradacağam. Heç ümidim yoxdur özümdən. Let's see. Haydi bismillah, getdik. Düppədüz vururam da, eləmi? Ya Allah. Ya Allah. Burada sifət çəkirik. Yaxşı. Sən oxşur Aynur. Aynur burada çəkdiyim səmanı bəyənmədiyi üçün düzəlişlər eləyir. Çox gözəl deyil bu arada Aynur. Gözləri elə səma kimidir, masmavidir. Rəsmimi indi quruduram ki, üstünə digər detalları çəkim. Qurutmaq vacib imiş. Bu arada bu akrildir, yağlı deyil hələm. Davam edirəm burada, digər detalı da çəkirəm. Bu biraz sürrealist bir əsərdir, ona görə hal-hazırda başa düşülmür nə olacağı. Adam birinci başlayanda deyir ki, Allah, bundan nə çıxacaq? Amma yavaş-yavaş rəsm yerinə oturur. Məncə insanın həyatında həqiqətən sevdiyi bir işlə məşğul olmağa çox vacibdir. Ruhunu qidalandıran bir işlə. Tam əlim öyrəşmişdi ki, Aynur Papa Jones gətirdi. Belə gözəl müəllim. Ədəbə vururam. Ədəbə vuranda. Ədəv üstündə etdiyimiz davadan sonra Aynur dedi ki, dayan bir videovu çəkim, paylaşacağım. Haberim yoxmuş kimi çək. Bu arada bu əlimdəki lapatka kimi şeydən mənim çox xoşum gəldi, amma adını unutmuşam. Əla bir şeydir. Rəsmə başlamağımda heç bir motivasiyam və ya məqsədim yoxdur. Bu sadəcə məni xoşbəxt edir. Uzun müddətdir ki, arzularımdan azadam, heç bir istəyim, arzum yoxdur. Və mən sadəcə anda yaşayıram, çox xoşbəxtəm belə. Qutardıq bugün. Hələ bitməyim. 3 saatda çəkici ki bunu çəkmişəm gördüyünüz kimi. Yəni fikirləşirsiniz ki, əgər məndə istedad yoxdur, alındıra bilmərəm, buna baxın və gəlin. Nəysə. Bugünlük vlogumuz bu qədər. Ümid edirəm xoşunuza gələr. Rəsmim də burdadır. Hələ qurtarmayıbdı, yəni heç nə başa düşülmür, amma çox sürrealist bir şey çəkdim, çünki mən sürrealizmi çox sevirəm. Belə. İzlədiyinizə görə təşəkkür edirəm. Sağ olun.